Onurğa ilə bağlı problemlər son illər həm uşaqlarda, həm də böyüklərdə daha çox müşahidə olunur. Xüsusilə skolyoz, kifoz, lordoz kimi deformasiya xəstəlikləri və feqərarası disk problemləri, protruziya və yırtıqlar insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir edir. Mütəxəssislər bildirirlər ki, bu problemlər ilkin mərhələdə gizli inkişaf etdiyi üçün vaxtında nəzarət vacibdir. Xəstəliklərlə pasientlər müxtəlif yaşda, hər yaşda müraciət edə bilir. Amma bizim üçün ən əsas, ən həssas kateqoriya uşaqlar və yeniyetmələrdir. Çünki bu yaşda bu tip xəstəliklər gizli inkişaf edə bilər. Ən çox müşahidə olunan skolyoz xəstəliyi 8-18 yaş arasında uşaqlarda müşahidə olunur və ən tez görünən forma idiopatik skolyozdur. Hansı ki, konkret bir səbəb bilinməsə də bir neçə faktorlar bu xəstəliyin inkişafına təkan verə bilər. O cümlədən uşaqlarda biz düzgün olmayan qaməti, yəni əyri oturan, əyri duran uşaq, müxtəlif, yəni ağır çantalar, məktəbdə düzgün olmayan qamət, yəni əzələnin zəif olması və digər faktorlar bu tip xəstəliyin inkişafına səbəb ola bilər. Uşaqlarda biz xüsusən vurğulayırıq ki, inkişafda olan onurğanı biz 6 aydan bir mütləq yoxlamalıyıq. Çünki skolyoz gizli inkişaf edəndə çox yuxarı, çox ağır dərəcələrə çata bilir və bu daxili orqanların fəaliyyətinə problemlər yaradır. Mütəxəssislərin sözlərinə görə böyüklərdə isə əsasən bel və boyun ağrıları üstünlüyü təşkil edir. Bu ağrıların böyük hissəsi fəqərarası disklərlə bağlı problemlərdən qaynaqlanır. Artıq çəki, oturaq həyat tərzi, fiziki passivlik və düzgün olmayan qamət risk faktorları arasında yer alır. Onurğa problemləri təkcə ağrı yaratmır, eyni zamanda daxili orqanların sıxılmasına, ürək və ağciyər fəaliyyətinin pozulmasına, hətta bədən simmetriyasının dəyişməsinə səbəb ola bilir. Son vaxtlar boyun, bel ağrıları, siz indi boyun ağrılardan dediniz, onun faizi kəskin sürətdə artır əhalidə və onun bir səbəbi də smartfonlardan, planşetlərdən, gadjetlərdən çox aşırı istifadə etməsidir. Bizim onurğamız elə hesablanıb ki, başımız ümumi bədənlə bir hədddə olmalıdır. Yəni ki, biz düz duranda başımız, qulağımız çiyindən bir hədddə olmalıdır. Biz başımızı nə qədər qabağa aparsaq, o qədər də faktiki yük çoxalır və bu saatlarla davam edirsə, bu ilk öncə boyun əzələlərlə problem yaradır, sonra isə onurğada müxtəlif xəstəliklərə yol aça bilir ya da ki, inkişafa meyillik yaradır. Buna görə də smartfondan limitli istifadəsi məsləhətdir. Əslində, smartfon zənglər, bu telefondur, bu zənglər üçün hesablanıb. Biz özümüz onu aşırı istifadə edirik və buna görə də belə bir fəsadlarla üzləşirik. Həkimlər bildirirlər ki, onurğa problemlərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Xüsusilə oturaq iş rejimində çalışan şəxslərə hər 20-30 dəqiqədən bir ayağa qalxıb hərəkət etmək tövsiyə olunur. Eyni zamanda iş masasının, monitorun və oturacağın düzgün hündürlükdə olması da onurğaya düşən yükün azalmasına kömək edir.